Salam uşaqlar, bu gün Otika buraxılış imtahanının 8-ci sinif suallarının izahına baxacağıq. Birinci sualdan başlayaq. Əvvəlcə iki çoxluq çəkəcəm. Biri A çoxluğu üçün, biri B çoxluğu üçün. Və bizə yazıb ki, A çoxluğunda ümumilikdə 8 element var. Kəsişməsində isə 3 element var. Deməli, N artıq B 5 imiş. Bizdə deyib ki, onsuz da N-də 8 element var. Biz N-ni tapmalıyıq, sonra ən kiçik qiyməti. Və uşaqlar, ən kiçik qiymət məsələlərində, əgər kəsişmə verilibsə sizə 3-dürsə, bu zaman B çoxluğunu 0 qəbul edirsiniz və deyirsiniz ki, ümumilikdə, yəni kəsişmə ilə birlikdə B-də 3 element var. O zaman cəm eləyəcək 11. Cavab D bəndi. Bu sual necə işləyəcək? 9-dan 4 toplu 2 altında 13 deyirik. Təqribi olaraq bilirik ki, 3 16-ya yaxındır, amma 4 deyil də, yəni 3 tamamında neçədəsidir bu. Bunu açırıq uşaqlar. A çıxılsın B-nin mətrəsi kvadrat şəklində və yazırıq bura. 9 üstə gəlsin 4 çıxılsın 2 vurulsun köşdə 9 vur 4 bot 6 və bundan 6 çıxır. Yəni 13 çıxılsın 12 cavab oldu 1. Burada isə 9-dan 3 çıxır 4-dən 2 çıxır toplayıram cavab oldu 5. Və görürük ki B kiçikdir A-dan A da kiçikdir C-dən cavab oldu Y bəndi. Qüvvəti tapın deyir. Çox ədədin qüvvəti isə üstləri cəmləyirəm. Hansı daha böyükdür? Bura 8, bura 9. Əlbəttə ki 9. Cavab oldu A bəndi. 34'e baxırıq. 40% kəsilən ifadə ilə 40 bölü 100, yəni 2 bölü 5. Bərabər yanlı tutacağın perimetrini istəyir uşaqlar bizə. Necə eləyəcək bunu? Əvvəlcə tutuza çəkirəm bir dənə. Bura A olsun, bura B olsun, bura C olsun. Əvvəlcə bura siz izah etmək lazımdır ki, biz burada bərabərsizlikdən istifadə etməliyik. Hansı tutacaq bərabərsizliyi? Modulda A çıx B kiçikdir C-dən, C də kiçikdir A topla B-dən. İndi burada bizdə bərabər yanlı tutacaq olduğu üçün B-ni A ilə əvəz edəcəm. Və yazacağım modulda A çıxılsın A kiçikdir C-dən, o da kiçikdir A topla A-dan. Yəni 0 kiçikdir C-dən, o da kiçikdir 2A-dan. İndi mən tapmalıyam. Məndə yan tərəf 15-dir, o sacaq 7-dir, yoxsa əksinə. Və yerinə qoyacağam. Tutaq ki, mən deyirəm, tərəfim mənim 7-dir, yan tərəfim 7-dir. O zaman A 7 olmalıdır. 2 vur 7 oldu 14. O zaman oturacağım mənim 15-dir. Bu da 15-dir. Sizcə belə bir şey mümkündür? Yox. Deməli, mənim onda yan tərəfim olacaq 15, oturacağım olacaq 7. Perimetrdə yazacağım 15 topla 7, cavab oldu 37. Düz mütənasibdirsə uşaqlar yazıram 2K topla 5K topla 6K bərabərdir 91-ə, 13K 91-ə, K 7-yə. Ən böyük soruşdur, əlbəttə ki olacaq o 6K, 6 vur 7, 42. 2 ədəd götürək uşaqlar, A topla B, bölünsün 2, 12. Digər 3 ədəddir. C, D, Y topla 3. 16. Və bu 5 ədədin ədəd ortasını istəyir. Yəni A topla B, topla C, D, Y. Bölünsün uşaqlar 5 ədədidir, 5-ə verəcəm. Bərabərdir. A topla B-ni tapıram. 12 vur 2, 24. C topla D topla Y-ni tapıram. 16-nı vururam isə 48. 24 topla 48 bölü 5. O da deyəcək 14,4. Cavab Y bəndi. Uşaqlar bu suala diqqətli olaq. Yəni qarşıdakı sualdır çünki. Baxın, nöqtələrindən çevrəyə aid olub, düz xəttə aid olmayanları soruşur. Diqqətli olaq. Həm çevrəyə aid olmalı nöqtələr, həm də A düz xəttinə aid olmayanları tapmalıyam. Əvvəlcə müəyyənləşdirirəm uşaqlar. 4 nöqtə A, B, D, C çevrəyə aiddir. Yəni biz yeni saymayacağıq. İndi keçirəm, hansı nöqtələr bu A düz xəttinə aid deyil. Mən şəkildən görürəm ki, D və A nöqtəsi bu düz xəttə aiddir. Hansılara aiddir uşaqlar? B ilə C, deməli 2 nöqtə. Cavab oldu B bəndi. Bunu açıram. A kvadratı topla 2A topla 1. Mən bunu alabilmək üçün bunun üzərində 2A gəlməliyəm. Cavab Y bəndi. Bunu dövr çevirəm. 9-da A bərabərdir B bölünsün 3. Çarpaz vururam. 3A bərabərdir 9B. A bərabərdir 3B. Və 3B, baxın cavab B bəndidir. Bölünsün B. Doğrudan cavab eləyəcək 3. 41-ə baxaq uşaqlar. 2 paralel düz xəttin üçüncüdən kəsişməsindən daxili bir tərəfli bucaqlar olub 2x-dən topla 30, 5x topla 80. Bilir ki, cəmi verməlidir 180 dərəcə. 7x topla 110 dərəcə bərabərdir 180 dərəcəyə, 7x bərabərdir 70 dərəcəyə, x-in də bərabərdir 10 dərəcəyə. Məndən kiçiyi soruşur. Aparıb bir yerinə qoyuram uşaqlar. 10 vur 2, 20, üstə gəl 30, 50 dərəcə. Burada olacaq 130 dərəcə. Kiçiyi soruşur 50 dərəcə. Tənin köşlərindən bir uşaqlar mənfi 2-dirsə, yazırsınız ki, x1 bərabərdir mənfi 2, aparıb bir yerinə qoyursunuz. 5 vurulsun 4, çıxılsın 2, çıxılsın C 0-dır. 18 çıx C 0-dırsa, C olacaq 18.
Uşaqlar, biz bir ədəd parça çəkirik buradan. Və söyüşdə burası bilirik ki, 120-dir. Burası x-dir, burası y-dir. Və 2 hissəyə bölünübsə bunlar. Deməli, uşaqlar, bu hissələri də 2-yə bölürəm, orta hissələrini soruşur bizdən. Bu ikisinin ortasının cəmini soruşur. Yəni, x bölü 2, topla y bölünsün 2. Mən də bilirəm ki, x bölünsün 2, üstə gəlsin y bölünsün 2 bərabərdir. X topla y məndə 120 edir. Onu da 2-yə bölürəm, cavab olur 60. Onun için çıxardıram uşaqlar. 1, 2. Və biz bilirik ki, 1-lə 2 qarşılığı sadədir. O zaman əbab nəyə bərabər olacaq? 12-yə. Əkobdan 7-ni çıxardıram. 1 və 4. Yenə baxıram. Bu da qarşılığı sadədir. Amma əkobdur. Əkobda qarşılığı sadədlər hasilə bərabərdir. Yəni 7 vurulsun 1 vurulsun 4, 28. Toplayıram, cavab olur 40. Bunu 2-yə gətirirəm, ortaq məxrəci 2 götürürəm. A topla 6B bərabərdir 6-ya. Deməli, A toplansın 6B bərabərdirsə 12-yə, 12 bölü 4 verəcək. Perpendikülər düzü demişik, ya bir-birinə bərabər, ya da cəmi 180 dərəcəyə bərabərdir. Sistem tənliyi qururam. Alfa topla betta olsun uşaqlar 180 dərəcə. Alfa çıxılsın betta olsun 70 dərəcə. Toplayıram, bettalar gedir. 2 alfa bərabərdir 250 dərəcə. Alfa olur 125 dərəcə. Kiçiyi soruşur, betta da bərabərdir 125 üstə gəlsin, betta bərabərdir 180-ə, betta da bərabərdir 55 dərəcəyə. Uşaqlar, bunu hesablamayacaq əsla, belə yazacaq bunu. A ədədi deyir, tutaq ki, ədəd olsun, məndə 13, rəqəmləri cəmi 4-dür. 13-ü bölürəm mən uşaqlar 3-ə. Qismət 4, qalıq 1 çıxdı. O zaman, istər bu 13-ün özü olsun, istər onun qüvvəti olsun. Onu 3-ə böləndə yenə də qalıq olacaq 1. Yəni, qalığımız dəyişməyəcək. 48 uşaqlar, kök əgər 0-a bərabərsə, deməli x1, x2-yə bərabərdir, o da 0-a bərabərdir. O zaman n çıxılsın 4-də 0 olmalıdır, yəni n4. Həmçinin də m çıxılsın 9-da 0 olmalıdır. Çünki x 0-sa, m 9-un artıq bir mənası qalmayacaq. M də olacaq 9. Hasilini soruşur, 4 vur 9, 36. Kəsirin mənası yoxdur, məxrəc 0 olacaq. O zaman kəsirin mənası olmayacaq. Yəni x çıxılsın 4 0-dırsa, x də olacaq 4. Köşkdən kvadrat taparım. Modulun içərisində 6 çıxılsın, köşkdə 3 toplu, köşkdə 3 yazıram. Və bilirəm ki, bu 6-nı yaza bilərəm kökün altına 36 kimi. Və bu ifadə müsbət verəcək. O zaman 6 çıxılsın kök 3, üstə gəlsin kök 3 bərabərdir 6-ya. Cavab 6. Bərabər yanı düz bucağı üstə çəkirəm bir ədəd. 45, 45. Əgər bunun böyük tərəfi, yəni hipotenus 6 kökdə 2-dirsə uşaqlar, kiçik tərəfi nəyə bərabər olacaq? 6-ya. Cavab 6. Fizikanın sayı uşaqlar 8. Riyaziyyatın sayı 12, kimyanın sayısı 10'dur. Toplayıram bunları, eləyir 30. Ümumi 30 ədəd kitabım var mənim. Neçə faizi riyaziyyatdır deyir. Riyaziyyat neçə nədir uşaqlar? 12 ədəd. 12 bölünsün 30, vurulsun 100, yəni 40 faiz. Daha sonra, bu cür suallar niyə necəsiz uşaqlar? Topluda belə bir sual var, əslində oxşarıdır. X, X, Y, Y, Z, Z işarələndirəcəm bunları. Və 2 vurulsun, deməli, Z, topla x, topla y bərabərdir 48'dir. Çünki mənə verib ki, bu AB-nin uzunluğu 48'dir. O zaman uşaqlar x topla y topla z bərabərdir 24'ə. Və mənə verib ki, o2, o2 nöqtələrində olan çevrələrin uzunluqları cəmi 26 pi-dir. Çevrənin uzunluğu ümumiyyətlə hansı üstünə hesablanır uşaqlar? 2 pi. Və biz burada yazmışıq ki, 2 pi radiusun yeri nədir uşaqlar? Y topla x. Çünki ikincinin radiusu y-dəndir, üçüncünün radiusu x-dəndir. Bərabərdir 26 pi-yə. Və uşaqlar, pi'lər gedir. 26'nın da içini ixtisar aparıram. Y toplu x bərabərdir 13 alınır. Əgər y toplu x uşaqlar 13-dürsə, z deməli 11'ə bərabər imiş. O 1'in uzunluğunu soruşur. Yazıram 2 pi r. Orada alınacaq 2 pi vurulsun 11, yəni 22 pi. 54. Baxın uşaqlar. 2 ədəd bizdə nə var? Çən var. Birinci çəndə 40 tondur, ikincisində 90 ton benzinimiz var. Amma ümumiyyətlə nə qədər satılıb benzin? Bilmirəm. Bunu x-dən işarə eləyəcəm. Bunu vurduq yaddaşa. Və bizə verilib ki, birinci çəndən satılan benzinin miqdarı ikinci çəndə satılan benzinin miqdarının 3 dəfə az oldu. Birinci x-dir, ikincidən deyil, 3 dəfə az oldu. Deməli, y bərabər oldu 3x-ə. İndi deyək ki, uşaqlar, ikinci çəndə birincədəkindən 2 dəfə çox benzin qaldığı məlumdursa. Əgər ikinci çəndə birincədəkindən 2 dəfə çox benzin qalıbsa, söhbətə baxın, benzin qalıb. Deməli, məndə ümumilikdə 40 ton vardı. X satıldı bunun. Nə qədər qaldı birincidə? 40 çıxılsın x. Enisi ikinciyə aiddir. 90 çıxılsın y. Və deyir ki, ikinci, yəni 90 çıxılsın y.
Birincidən 2 dəfə çox benzin qalıb. Birinci nə idi? 40 çıxılsın x və vurulsun 2. 2 dəfə çox. Y dedik x-ə bərabərdir. 90 çıxılsın 3x bərabərdir. 80 çıxılsın 2x-ə. Oradan da alırıq ki, x bərabərdir 10-dur. Və bizə deyək ki, indi ikinci hissəndə nə qədər benzin satılıb? Satılan nə qədər idi? Y bərabərdir 3x. X də 10-dursa 3 vurulsun 10, yəni 30 imiş cavab. 30 ton benzin satılıb ikincidən. Dümdağlı da çəkirik bura bədəd. 3x çıxılsın 5, 4x topla 4, 5x topla 1. Və Pifaqor teoremi, yəni a kvadrat topla b kvadrat bərabərdir c kvadratı yazıb tənliyi həll edəcəyik. Bu formada yazırıq. Və açırıq bunu. Baxın 25x kvadratı 25x kvadratı getdi. Mənfi 30 topla 32x 2x topla 41 bərabərdir 10x topla 1 və 8x bərabərdir 40-a, x də bərabərdir 5-ə. Aparıb yerinə qoyuram. 5 vur 5 üstə gəl 1, 26. 5 vur 4 üstə gəlsin 4, 24. 5 vur çıxılsın 5, 10. Perimetr 10 topla 24 topla 26. Cavab oldu 60. Ümid edirəm ki, video aydın olmuşdur. Kanala abunə olmaq və videonu bəyənməyi unutmayın.